Səfəvi Özbək müharibəsi 1532-ci ildə davam edir, hansı ki 14-cü ildən başlayan Heyrət qalasına Ubeyd xan Kəsgah Qara Sultan Özbəklər, Özbək sərkərdələrə mühasirə, il yarım mühasirə saxlası da ala bilmirlər. 1532-ci ildə Damğan yaxınında Bistan vilayətində Səfəvilər Özbəkləri məğlub edə bilirlər. Zülqədər Sultan Damğan hakimi idi, hansı ki məğlub edə Özbək ordusuna. Sonra 1532-ci ildə Astrabat yaxınlığında yenə 1500 nəfəri Səfəvi Sivasi Özbəkləri məğlub elədi. 500-ə yaxın Özbək öldürdü. Bu da işte Bədir xan Əlqas ki Astrabat hakimi Qəməşq oğlan Özbək sərkərdəsini məğlub edildilər. Qəməşq oğlan Özbək məğlub edildi bu döyüşdə. 1532-ci ildə Səbzəvar yaxınlığında yenə Özbəklər məğlub edildi. Sonra 1532-ci ildə Nişapur yaxınlığında yenə məğlub edildi Özbəklər. Sonra Sufyan xəlifə Rumlu, hansı ki Gürcü sərkərdə idi, Rumlu sərkərdə hansı ki ardıcıl məğlub edir Özbəkləri. Sufyan xəlifə Rumlu Xancəldə Özbəyi məğlub edir. 32-ci ildə Nişapur yaxınlığında getdikcə artıq Özbəklər sıxışdırırlar. 1530-cu ildə demək olar ki, türklərlə yanaşı Özbəklərlə Səfəvilər eyni vaxtda müharibə edirdi. 1530-cu ildə Xabuşan yaxınlığında məğlub edilir. Xabuşan qalasını Özbəklər mühasirə alsalar ala bilmirlər. Dərviş Əli Moğol başçılıq edir. O deməli Sufyan yaxınlığında, daha doğrusu meydan döyüşü oldu. Sufyan qalası yaxınlığında, Xabuşan qalası yaxınlığında Sufyan xəlifə Rumlu Özbəkləri məğlub edir. Sonra Kəlat yaxınında 1530-cu ildə yeni Sufyan xəlifə Rumlu bu dəfə Seydin Mirzə Özbəyi məğlub edir. 1530-cu ildə yeni Sufyan xəlifə Rumlu ardıcıl 3-cü dəfə Özbəkləri məğlub edir. Dərvişəli Moğol məğlub edir. Bu döyüşlərdə 3 döyüşdə hardasa 750-dən artıq Özbək öldürülür. Axırıncı 1530-cu ildə olan döyüşdə Sufyan xəlifənin 500 süvarisi, 200 piyadası var. Dərvişəli Moğolun 1800 süvarisini məğlub edir. Gözləyən fikir verəcəksiniz. 1534-cü ildə Özbəklərlə müharibə davam edir. Sonra Xorasanda daha bir məğlubiyyəti uğrayır. Sufyan xəlifə Rumlu Özbək sərkərdəsi Şeyx Əbu Səid, bir də Əfrasiyyə Qaraca Bahadır, bir də Seydin Mirzə üstün bastığı ilə Özbək ordusu məğlubiyyəti uğradır. 1534-cü ildə Xaf yaxınlığında Xorasanda yenə Sufyan xəlifə Rumlu Qaraca Bahadırdan Seydin Mirzəni məğlubiyyətə uğradır. İkinci artınca. Sonra 1535-ci ildə İsfizar yaxınlığında Heratrud vilayətində Xəlifə Sultan Şamlı qalib gəlir. Özbək sərkərdəsi Bayram oğlana Özbəyə Qərdistan hakimiyyəti idi, hansı ki Səsən Xəlifə Sultan Şamlı 80 yaşında oldu sərkərdə. Məşhəd qalasına Ubeyd xan mühasirə 1536-cı mühasirə edir. 1536-cı ildə Əbdülabad yaxınlığında Ubeyd xan nəhayət ki Sufyan xəlifə Rumlu hansı ki dəfələrlə Özbək üzərində qələbə salmışdı, məğlubiyyətə uğradır. Sonra əsir düşür Sufyan xəlifə Rumlu. Çox təəssüf ki Ubeyd xan öldürdürür. Həsən bəy Rumlu orta Səfəvi tarixçisi yazır ki Sufyan xəlifə Rumlu cəmi döyüşlərində 4800 Özbək öldürmüşdü. Döyüşlərində o qədər Özbək ölmüşdü. Böyük ordu ilə demək olar ki Ubeyd xan üstünü sağlayıb onu məğlubiyyətə uğrada bildi ancaq. Əvvəlcə döyüşə girmək istəmirdi, yəni özünə sıxışdırmırdı ki yəni o hökmdar olmayalar, mən hökmdaram, amma artıq 30-cu illərdə Özbəkistan tam Özbəkistan hökmdarı idi, əvvələ Buxara hakimi idi, yəni mən onu döyüşə girmək istəmirdik, yəni bu hökmdar deyil, özünə sıxışdırmırdı. Amma ona dedilər ki, bəs sən əgər onunla döyüşmüsənsə, bəs nə üçün Xorasana hücum eləmişsən? Döyüşə girib çox təəssüf ki, Sufyan xəlifə Rumlu öldürülür. Bu döyüşdə əsir düşürüldü. Sonra Heyrəti alır Ubeyd xan 1536-cı ildə. Sonra 1537-ci ildə Səfəvi Özbək müharibəsi. Amma bir şey deyim ki, sizə 1529-cu ildə Özbəklərlə yəni müharibə bitmişdi. Yəni o Cambildə Zürabat yaxınlığında döyüşlərdən sonra Ubeyd xan sülh istəmişdi. 14-cü ildən başlayan müharibə yəni 14 ildən yəni 1529-cu ildə bitmişdi, amma sonradan qısa bir müddətdə yenə başlamışdı. Çünki Özbəklər həmişə elə idi. Şah uzaqlaşan kimi İsmail və yaxud Tənrası biraz keçən kimi təzdən qiyam edirlər.
1537-ci ildə Heratı döyüşsüz tutub, Şah Camasib orasını aldı növbəti yürüşü zamanı. Sonra 1537-ci ildə Qəndahari yenə tutub. 5-ci